Salam hər kəsə. Kanalıma xoş gəldiniz. Bugünkü mövzumuz possessive case of noun, digər adı genitive case of noun, ismin yiyəlik halıdır. İsmin yiyəlik halı, yiyəlik, mənsubluq bildirir. Özündən sonra isim tələb edir. İngilis dilində ismin yiyəlik halı apostrof s və ya apostrof, canlılarda, cansız isimlərdə isə of sözünü ilə düzəlir. Və Azərbaycan dilində ın, in, un, ün, nın, nin, nun, nün şəkilsinə uyğun olaraq tərcümə olunur. Məsələn, a scientist's research, alimin tədqiqatı. Scientists' research, alimlərin tədqiqatları. A girl's bag, qızın çantası. Cəmdə girls' bags, qızların çantaları. Yəni, təkdə ismin sonuna apostrof s, cəmdə isə cəm şəkilsindən sonra apostrof əlavə olunur. Cansız isimlərdə isə of sözünü işlənir. Məsələn, the leg of the table və tərsinə tərcümə olunur. Stolun ayağı. The door of the room, otağın qapısı. Canlı isimlər həm apostrof s ilə düzələ bilər, həm də of sözünü ilə. Məsələn, my sister's flat, bacımın mənzili. Ya da the flat of my sister, eyni cür tərcümə olunur, bacımın mənzili. Kökündən dəyişən, yəni cəmdə kökündən dəyişən isimlərin yiyəlik halı isə apostrof s ilə, yəni təkdə də cəmdə də apostrof s ilə düzəlir. Məsələn, a child's room, uşağın otağı. Cəmdə isə children's room, uşaqların otağı. A woman's bag, qadının çantası. Cəmdə isə women's bag, bags, qadınların çantaları. Bəzi isimlər var ki, təkdə də, cəmdə də eyni cür yazılır. İsmin cəm formasını keçəndə bunu keçmişik. Həmin isimlərin yiyəlik hal forması apostrof s ilə düzəlir. Həm təkdə, həm də cəmdə. Məsələn, a deer's track, maralın izi. Deer's tracks, maralların izləri. Siz bunların, bu isimlərin tək cəm olmağını artikla əsasən biləcəksiniz. Artikl varsa təkdədir, yoxdursa cəmdədir. Məsələn, a sheep's wool, qoyunun yunu. Sheep's wool, qoyunların yunu. Mürəkkəb isimlərin yiyəlik halı necə düzəlir? In sözünü ilə düzələn mürəkkəb isimlərin yiyəlik halı apostrof s sona artırılır. Məsələn, his brother-in-law's shop, onun qaynının dükanı. Cəmdə cəm şəkilçisi əsas komponentə artırılır, ismin yiyəlik hal şəkilçisi isə sonuncu sözə artırılır. His brothers-in-law's shops, onun qaynlarının dükanları. Bitişik yazılan mürəkkəb isimlərin yiyəlik hal forması təkdə apostrof s, cəmdə apostrofla düzəlir. Məsələn, the schoolboy's bag, məktəbli oğlanın çantası. Cəmdə the schoolboys, özü cəmdədir, apostrof bags, məktəbli oğlanların çantaları. Sonu s ilə bitən adların yiyəlik halı həm apostrof s, həm də apostrofla düzəlir. Məsələn, Dickens adının özündə s var. Ona görə onun yiyəlik halı həm apostrof s, həm də apostrofla düzələ bilər. Yəni, hər ikisi doğrudur. Dickens novels, Dickens novels. Şəms sözünün özündə də s var. Ona görə onun yiyəlik halı apostrof s ilə düzələ bilər, apostrofla da. Şəms family, Şəms family, Şəmsin ailəsi. Növbəti qaydamıza baxaq. Əgər bir əşya iki nəfərin hərəsinin öz əşyası varsa, bu zaman apostrof s hər ikisinə əlavə olunur.
hər ikisinin adına əlavə olunur. Məsələn, Alice and Farid's cars are expensive. Əlinin və Fəridin maşınları bahalıdır. Və eyni zamanda isim gördüyünüz kimi cəmlənir. Çünki artıq maşın 2 dənədir. Xəbəri də cəmdə olur. Amma əgər əşya ikisinin bir əşyası varsa, bu zaman Ali and Farid's, yəni apostrof S yalnız sonuncuya artırılır. Car is expensive. Maşını bahalıdır. Əli və Fəridin maşını bahalıdır. Maşın da təkdədir, xəbəri də təkdədir. Çünki Əli və Fərid ikisi bir maşın sürür. Yəni, məsəl üçün, bir dəfə biri sürür, bir dəfə biri. Amma bədən üzvləri, şəxsiyyət, xarakter, bunlar ortaq ola bilməz. Ona görə də apostrof S hər iki adın qarşısına yazılır. Məsələn, Tom's and Jane's hair is black. Tom və Jane'in saçı qaradır. My brothers and sisters' eyes are brown. Mənim qardaşımın və bacımın gözləri qəhvəyidir. Burada is ona görə verilib ki, heyə sayılmayan isimdir. Burada eyes cəmdədir, yəni sayılan isimdir. Ona görə xəbəri də cəmdədir. İndi isə gəlin ismin yərlik halının soyadlarla işlənməyinə baxaq. Əgər soyadın qarşısında Mr, cənab, Mrs, xanım, miss sözləri varsa, bu zaman apostrof S əlavə olunur. Məsələn, Mr. Smith's house is big. Cənab Smith'in evi böyükdür. Əgər qarşısında Z artiklı varsa, bu zaman bütöv bir ailədən söhbət gedir. Deməli, cəmdə olur soyad və apostrof cəm şəkilçisindən sonra əlavə olunur. Məsələn, The Smith's house is big. Smithlərin evi böyükdür. Məsələn, Azərbaycan dilində belə deyə bilərik. Azərbaycan soyadı ilə əvəz eləyək. Mr. Məmmədov's house is big. Yəni, cənab Məmmədovun, göz təkdədir Məmmədov, evi böyükdür. Əgər bütöv bir ailədən söhbət gedirsə, qabağında Z artiklı olur və Məmmədov familiyası, soyadı cəmdə olur. The Məmmədovs, apostrof cəm şəkilçisindən sonra yazılır. House is big. Yəni, Məmmədovların evi böyükdür. Yadınızda saxlayın ki, hər apostrof S ismin yərlik halı deyil. Məsələn, she is, she has, she was, apostrof, qısa formada apostrof S ilə yazılır. Və yaxud da it is, it was, it has, qısa formada apostrof S ilə yazılır. Let us, qısa forması let's, apostrof S. That is, that was, there is, there was, bunlar da apostrof S ilə yazılır qısa formada. What is, where is, who is, which is-in qısa formaları apostrof S ilə yazılır. Və yaxud da Anne's very, məsələn, deyək ki, Anne's very beautiful. Yəni, Anne is very beautiful. Yenə is-in qısa forması apostrof S ilə yazılır. Məsələn, fond of-dan bilirik ki, to be fond of ifadəsidir. Deməli, to be-nin forması ilə yazılır is-lə. Ali is fond of. Apostrof S-dən sonra say, sifət, zərf, fiil, got, yəni has got-un qısa forması, has got-un got forması. Qısa formada belə olur. Məsəl üçün, deyək ki, she, apostrof S, got. Yəni, bunda bilirik ki, has got-un qısa formasıdır. Sözünü, article, so, such, very, quite, to, rather sözləri gələrsə, deməli, bu cümlədə apostrof S ismin yərlik halı deyil. Apostrof S, apostrof eyni zamanda bir sıra cansız isimlərlə də işlənir. Bunlara aiddir, məsəl üçün, today's newspaper, bugünün qazeti, the moon's light, ay işığı, yesterday's magazine, dünənin jurnalı. Həm də bunlar today's, the moon's, yesterday's, bunlar cəmdə işlənmir. Yərlik hal, yer, məkan anlayışı da bildirir. Bu halda dilimizə gildə kimi tərcümə olunur. Məsələn, at my aunt's, yəni xalam gildə. She's at her uncle's, o dayısı gildədir. Məkan bildirən sözlərdə shop, office, house kimi sözlər ixtisar olunursa, buna baxmayaraq bu sözlər də yərlik halda işlənir. Məsələn, at the butcher's, ət dükanında,
at the baker's, çörək dükanında, at the chemist, aptekdə, at the doctor's, həkim yanında, yəni at the greengrocer's, tərəvəz dükanında və s. Zaman və məsafə bildirən sözlərlə, yəni sözlər də apostrof s-lə düzəlir. Məsələn, a minute silence, bir dəqiqəlik sakitlik, yəni sükut. A week's holiday, bir həftəlik tətil və yaxud da 2 weeks holiday, 2 həftəlik tətil. Yesterday's news, dünənin xəbəri. A mile's distance, 1 millik məsafə. 2 miles distance, 2 millik məsafə. Fəsillər, aylar, günlərin adını bildirən sözlər. Məsələn, summer's day, December's frost və s. Ölkə, şəhər adları bildirən isimlərlə işlənir. Azerbaijan's historical places, Azərbaycanın tarixi yerləri. The sun, the moon, the earth, the world, river, water, wind, ocean, city, town, ship, boat, vessel və s. sözlərlə də. Məsələn, the sun's ray, günəşin şüaları. River's bank, çayın sahili. The world's population, dünya əhalisi, dünyanın əhalisi məsəl üçün. Bu qədər əziz izləyicilər. Növbəti videolarımı izləmək üçün abunə olun, like atmağı unutmayın. Sağ olun, sağlıqla qalın.